Məhəbbət iksiri 1-ci bölmə 4-cü fəsil. Dini qayda qanun və göstərişlərə sözsüz əməl eləmək. Cənab Şeyxin dini göstəriş və qayda qanunlara əməl eləməsi təriqət iddiaçılarının məsləki və kökündən fərqlənirdi. O, sufilik firqələrinin heç birini qəbul eləmirdi. Onun seçdiyi yol Əhl-i-Beyt əleyhissalamın göstərişlərinə sözsüz əməl eləmək idi. Buna görə də təkcə vacib əmrlərə deyil, müstəhəb əməllərə də ciddi əhəmiyyət verirdi. Adətən sübhlər oyaq olur, gün çıxandan sonra yarım saatdan 1 saata qədər istirahət eləyirdi. Bəzən günortadan sonra da bir qədər istirahətlə məşğul olurdu. Şeyxin özü kəşf və şühud əhli olmasına baxmayaraq təkrar buyurardı. Mükaşifat bəsirət gözünün açılması və hər bir şeyi həqiqi simasında görmək deməkdir. Mükaşifatda deyilənlərə yəqininiz olmasın. Heç vaxt mükaşifədə gördüklərinizi arxalanmayın. Biz imamların rəftar və əməllərini, sözlərini özümüzə nümunə götürməliyik. Cənab Şeyx ilahi hökmlərə əməl eləməklə Allahın göstərişlərinə və Əhl-i-Beyt əleyhissalamın buyurduqlarına qeydsiz, şərtsiz itaət eləməyə təkid eləyir. Bununla yanaşı, ümumi yığıncaqlarda aşağıdakı ayəyə istinad eləyirdi. Bağışlayan və mehriban Allahın adıyla. Əgər siz Allaha kömək eləsəz, Allah da sizə kömək eləyər və qədəmlərinizi möhkəmlədər. Məhəmməd surəsi 7-ci ayə. Sonra deyirdi, Allah hər şeydən ehtiyatsızdır. Allaha kömək eləmək dedikdə, onun hökmlərinə əməl eləmək, Peyğəmbərinin sünnəsinə əsaslanmaq nəzərdə tutulur. Başqa bir yerdə buyururdu, heç bir şey ilahi hökmlərə əməl eləmək qədər bəşərin ruhu yüksəlişində təsirli ola bilməz. Şeyx dəfələrlə bunu təkrar eləyərdi. Haqq, din elə minbərlərdə deyilən sözlərdir, lakin onda iki şey çatışmır. Birincisi ixlas, digəri isə mütəal Allah ilə dostluq. Bu iki şey minbərdəki çıxışlarda artırılmalıdır. Yenə deyirdi, müqəddəslərin işlərinin hamısı yaxşıdır, lakin insan vücudunda olan mənləri Allah ilə dəyişmək onların ən önəmlisidir. Yenə buyururdu, əgər möminlər öz niyyətlərini kənara qoysalar, yüksək mənəvi məqamlara çatarlar. Əgər insan Allaha təslim olsa, öz rəy və şəxsi nəzərini kənara qoyar, özünü tam mənada Allaha tapşırar. Allah da onu özü üçün tərbiyələndirər. Təqlid. Şəriət qanunlarının qeydsiz, şərtsiz tabi olmaq məsləkinə əsasən, Şeyx ilahi hökmlərdə müştəhidə təqlid eləyirdi. Onun mərci təqlidi dövrünün böyük alimlərindən olan Ayətullah Hüccət idi. Şeyx özü belə bir şəxsiyyətə təqlid etməsi barədə buyurur, quma getdim. Mərci təqlidləri gördüm. Onların içərisində Havai həfsinə ən az tabi olan Ağay Hüccət idi. Başqa bir nəqlə görə buyurur, gördüm ki, onun qəlbində cah-cəlal, şan-şöhrət və rəyasət məhəbbəti yoxdur. Şeyx öz dostlarını bu yoldan azan firqələrdən çəkindirirdi. Şeyxin dostlarından biri nəql eləyir. Bu tayfalar barəsində ondan soruşdum. Bunu nəql eləyən şəxs tövsiyə eləmişdi ki, bu tayfanın adlarını kitaba salmasınlar. Şeyx buyurdu, Kərbəlayda idim. Gördüm bir tayfa gəlir. Şeytan onların qarşısında hərəkət eləyən bir şəxsin cilovunu əlinə almışdı. Dedim, bunlar kimdir? Dedilər. Cənab Şeyx inanırdı ki, seyr-i sülükdə Əhl-i-Beyt əleyhissalamın tutduğu yoldan uzaq düşənlər riyazət nəticəsində müəyyən ruhi qüdrət və məqamlara çatmalarına baxmayaraq, həqiqi mərifətdən tamamilə məhrumdular. Şeyxin övladlarından biri belə nəql eləyir, atamla birlikdə Bibi Şəhrəbanı dağına getmişdik. Bu, Tehran ətrafında olan dağlarının birinin adıdır ki, İmam Hüseyn əleyhissalamın həyat yoldaşı Şəhrəbanının məzarı orada yerləşir. Yol əsnasında riyazət əhlindən biri ilə rastlaşdıq. Onun çox böyük iddiaları var idi. Atam ona dedi, axı de görək, sənin riyazətlərinin hasili nə olub? O şəxs bu sözləri eşidən kimi əyilib yerdən bir daş parçası götürdü və onu əlində armuda döndərdi. Sonra atama təklif eləyib dedi, buyurun, meyl eləyin. Atam buyurdu, çox yaxşı, bu işi mənim üçün gördün. De görüm, Allah üçün nəyin var? Neynəmisən? Həmin şəxs bu sözləri eşidən kimi ağlamağa başladı. Allah üçün olan işin dəyəri.
Şeyxin dostlarından biri onun belə buyurduğunu nəql eləyir. Gecələr Tehranın Cümə məscidində oturub cəmaatın Həmd surəsinin oxunuş və tələffüzünün düzəlişinə fikir verirdi. Bir gecə iki uşaq bir-biri ilə savaşdı. Onlardan biri döyülməmək üçün mənim yanımda oturdu. Mən də fürsətdən istifadə eləyərək ondan Həmd surəsini soruşdum. Həmin gecə yalnız o uşağın qiraəti ilə məşğul oldum. Sonrakı gecə bir dərviş mənim yanıma gəlib dedi: "Mən iksir, simya, himya, limya elmlərini bilirəm və onların hamısını sənə verməyə razıyam. Bu şərtlə ki, dünənki işinin savabını mənə verəsən." Ona belə cavab verdim: "Xeyr, əgər bu elmlər sənə faydalı olsaydı, heç vaxt onları mənə verməzdin." Şəriətlə uyğun olmayan riyazətlə müxalifət. Cənab Şeyx inanırdı ki, əgər bir şəxs doğrudan da İslamın nurani hökmlərinə əməl eləsə, bütün mənəvi məqamlara və kamallara nail olacaqdır. O, Peyğəmbər salavatullah sünnəsi və Əhl-i Beyt əleyhissalamın məktəbinin əksinə olan riyazətlərlə kəskin müxalifət eləyirdi. Onun muridlərindən biri belə nəql eləyir: "Bir müddət riyazətlə məşğul oldum. Seyyid övladı olan həyat yoldaşımdan ayrılıb bir otaqda zikr deməyə başladım. Gecələr də həmişə ayrı yatırdım. 4-5 aydan sonra dostlarımdan biri məni şeyxin görüşünə apardı. Qapını döyüb içəri girdim. Şeyx məni görən kimi buyurdu: "İstəyirsənmi deyim?" Başımı aşağı saldım. Şeyx sanki bir anda bütün səhvlərimi mənə xatırlatdı. "Bu nə rəftardır ki, həyat yoldaşından eləyirsən? Nə üçün onu tərk eləmsən? Bu riyazət və zikirləri kənara qoy. Bir qutu şirini alıb əhli əyalının yanına get. Namazı vaxtında və adi qaydada olan təqibatlarla yerinə yetir." Daha sonra şeyx bu hədisi təkid elədi ki, əgər bir şəxs 40 gün əməllərini Allaha görə xalis eləsə, hikmət çeşmələri qəlbində cuşa gələr. Şeyx bu hədisə işarə eləyərək buyurdu: "Bu hədisə əsasən əgər bir şəxs 40 gün müddətində öz dini vəzifələrinə əməl eləsə, şübhəsiz xüsusi nuranilik tapacaqdır. Bu şəxs şeyxin tövsiyələrinə əsasən riyazəti tərk elədi və adi həyatına qayıtdı." Xumsunun hesabını elə. Doktor Həmid Fərizarəm özünün şeyxlə necə tanış olmasını belə xatırlayır. 1333-cü şəmsi ilinin ortalarında, yəni miladi 1968-ci ildə mənim əziz dostum və həmkarım mərhum doktor Əbdüləli məni cənab şeyxin yanına apardı. 1-2 saat onun huzurunda oturduq. Mənə yol göstərmək və həqiqətləri başa salmaq üçün mərhəmətli nəzərlərlə hər sahədən bir şey danışırdı. Qəlbimdə ona qarşı son dərəcə məhəbbət hissi yaranmışdı. Zahirən həmin gün "Ya Alimu, Ya Rəşid, salli alə Muhammedin və alihi əcmain" zikrini birlikdə mənə təlqin elədilər. Onun huzurundan getdikdən sonra doktor Əbdüləli məni təbrik elədi və bildirdi ki, cənab şeyx sizi öz huzuruna qəbul elədi. Allaha şükür olsun. Mən çoxlarını onun huzuruna yaparmışam. O hətta onlarla bir kəlmə belə olsun danışmayıb. Soruşdum, bunun mənası nədir? Doktor dedi: "Allaha şükür olsun ki, o səni qabiliyyətli və istedadlı gördü. Mən də buna görə Allaha şükr elədim." Şeyxin şagirdlərindən biri onun ibadətdə necə ciddi olduğunu belə bəyan eləyir. Şeyx şəriət, təriqət və həqiqəti bir-biri ilə eyni bilirdi. Dərvişlər kimi deyildi və şəriəti boşlamırdı. Onun mənə dediyi ilk sözü bu idi: "Get, xumsunun hesabını elə." Sonra məni mərhum Ayətullah Əhməd Aştiyaninin yanına göndərib dedi: "Sən onun huzuruna getməlisən. O necə də böyük şəxsiyyət idi. Doğrudan da Allahın ayəti və nişanəsi idi. Mən ondan nə qədər mənəvi qida aldım, ondan necə böyük işlər gördüm. Onun huzuruna gedib öz kiçik evimin xumsunu hesablayıb ödədim." Birinci bölmə, 5-ci fəsil. Əxlaq. Şeyx çox mehriban, gülərüz, xoş əxlaqlı, mətanətli və ədəbli bir şəxs idi. Həmişə diz üstə əyləşər, arxasına qoyulan mütəkkəyə söykənməz və həmişə ondan biraz aralı oturardı. Bir kəslə əl verib görüşsəydi, əlini həmin kəsdən tez çəkməzdi. Çox aram idi. Söhbət zamanı əksər hallarda gülərüz olar, çox az hallarda əsəbləşərdi. Yalnız şeytan və nəfs onu öz toruna salmaq istədikdə narahat olardı. Belə olan halda vücudunu büsbütün qəzəb bürüyər, evdən çıxıb özünü nəfsinə qalib elədikdən sonra aram halda geri qayıdardı.
Şeyxin gözəl əxlaqında diqqəti cəlb eləyən nöqtə və eləcə də onun başqalarına tövsiyə elədiyi məsələ bu idi ki, insan Allah xatirinə xoş əxlaqlı olmalı və cəmaatla gözəl rəftar eləməlidir. Bu barədə belə buyurur: təvazökarlıq və gözəl əxlaqlı olmaq Allaha görə olmalıdır. Cəmaatı özünə cəlb eləmək və riyakarlıq məqsədi ilə yox. Şeyx çox az danışardı. Onun hərəkət və rəftarı göstərirdi ki, o həmişə Allaha diqqət yetirir, onu yad eləyir və onun barəsində fikirləşir. Söhbətinin əvvəli də, axırı da Allah idi. Ona nəzər salmaq insanı Allahla tanış eləyirdi. Hər kəs ona baxsaydı, Allahı yad eləyərdi. Bəzi vaxtlar ondan soruşurdular ki, hardaydın? Buyururdu: İndə məlikün muqtədir. Quran ayəsi, iqtidarlı məlik olan Allahın yanında. Dua məclislərində Hafizin yaxud Taqdisin şeirləri oxunanda bərk təsirlənib ağlayardı. Ağladığı zaman təbəssüm eləməyi də bacarar, yaxud müəyyən lətifə nəql eləməklə hamını yorğunluğun halından çıxarardı. Həzrət Əmirəl-Möminin Əli əleyhissalama qarşı həmişə eşq bəsləyər, pərvanə kimi onun vücud şamının ətrafında qovqanat çalardı. Oturan zaman hər bir neçə dəqiqədən bir "Ya Ali, ədrikni" zikirlərini təkrar eləyərdi. Təvazökarlıq. Doktor Fərzan bu barədə belə deyir: Şeyx başqaları ilə ünsiyyətdə olarkən çox təvazökarlıq göstərirdi. Qapını həmişə özü açar və gələnləri evə dəvət eləyərdi. Bəzi vaxtlar bizi dərzilik avadanlıqları olan iş otağına aparardı. Bir dəfə qış idi, ona 2 nar gətirdilər. Birini mənə verib dedi: "Ye Həmidcan." Çox təkəbbürsüz bir adam idi. Ümumiyyətlə onun şəxsiyyətində lovğalıq və kobudluq xüsusiyyəti yox idi. Sanki özü ilə başqaları arasında heç bir fərq qoymurdu. Nəsihət eləməsi yalnız Allaha görə və cəmaata yol göstərib onlara şəri vəzifələrini öyrətmək məqsədi ilə olardı. Həmişə qapının ağzında oturar, gələnləri içəri dəvət eləyərdi. Şeyxin şagirdlərindən digər biri deyir: dostları ilə birlikdə olanda onlardan qabaq evə daxil olmazdı. Başqa birisi isə deyir: Məşəddə şeyxin otağına getmişdim. Hərəmin ziyarətinə getdik. Heydər Əli Möcüzə mərhum Mirzə Əhməd Mürşid Çəliyinin oğlu. Dəlisov adam kimi özünü şeyxin ayaqları altına atdı və ondan istədi ki, ayağını onun gözlərinin üstünə qoysun. Şeyx buyurdu: Ey qeyrətsiz, Allaha bu qədər itaətsizlik eləmə və bu işlərdən xəcalət çək. Mən kiməm ki? Barışıq yaratmaq. Cənab Şeyxin çox əhəmiyyət verdiyi mühüm əxlaqi məsələlərdən biri də ayrı-ayrı kəslər arasında barışıq yaratmaq idi. Bir-biri ilə küslü olan şəxsləri dəvət eləyib, Quran və İslam hədislərinə istinadən onları barışdırardı. Seyyidlərə xüsusi ehtiram. Şeyx seyyidlərə çox ehtiram göstərərdi. Çox hallarda onların əllərindən öpər və başqalarının da seyyidlərə ehtiram qoymağı tövsiyə eləyərdi. Alicənab bir seyyid bəzən şeyxin görüşünə gəlirdi. O qəlyana adət eləmişdi. Şeyx siqaret çəkən olmamasına baxmayaraq, qəlyan hazırlandıqdan sonra seyyid xəcalət çəkməsin deyə əvvəlcə ondan bir neçə qullab çəkər, özünü siqaret çəkən kimi göstərər və sonra onu seyyidin qarşısına qoyardı. Şeyxin dostlarından biri belə nəql eləyir: Soyuq bir qış günündə şeyxin huzurunda idim. O buyurdu: Gəl birlikdə Tehranın qədim məhəllələrindən birinə gedək. Birlikdə yola düşdük. Qədim küçələrin birində uçub dağılmış bir mağaza var idi. Orada yaşı ötməsinə baxmayaraq hələ də subay olan qoca bir seyyid kişi yaşayır və gecələr həmin dükanda qalırdı. İşi də kömür satmaqdan ibarət idi. Məlum oldu ki, gecə onun buxarısı od tutmuş, bütün paltarları və iş avadanlıqları yanıb tələf olmuşdur. O qoca seyyidin həyat şəraiti elə ağır və acınacaqlı idi ki, heç kəs onun yanında 5 dəqiqə oturmağa razı olmazdı. Şeyx son dərəcə təvazökarlıqla onun yanına gedib hal-əhval tutduqdan sonra çirkli paltarlarını yuyub təmizləmək üçün götürdü. Qoca kişi dedi: "Ağa, sərmayəm qurtarıb, artıq kömür də sata bilmirəm." Şeyx mənə dedi: "Ona bir-iki şey ver ki, əlində sərmayə kimi istifadə eləsin." Bütün insanlara qarşı hörmət. Cənab Şeyx təkcə seyyidlərə deyil, bütün insanlara ehtiram göstərirdi. Bir şəxs səhvə yol versəydi, onu başqalarının yanında təhqir eləyib yüngül saymazdı. Heç kəsin xətasını üzünə çəkməz və zahirdə onunla mehriban rəftar eləyərdi. Dünyəvi məqamlara qarşı etinasızlıq. Şeyxin ömrünün axırlarında böyük şəxsiyyətlər tədricə onunla tanış olmağa başlayırdılar.
Təkcə elmi hövzələri və universitetlərin böyük və tanınmış şəxsiyyətləri deyil, həm də ölkənin siyasi və hərbi məqamları da müxtəlif məqsədlərlə onun hüzuruna gəlirdilər. Şeyx yoxsul və kasıb sinifdən olanlar, xüsusilə seyyidlər arasında təvazökarlıq eləməsinə baxmayaraq, dünyəvi məqamlı böyük olan şəxsiyyətlərə əsla itina eləməzdi. Onlar şeyxin evinə gəldikdə şeyx buyurardı: "Qoca arvadın sorağına gəliblər." Yəni axirət işi üçün deyil, dünya çətinliklərini həll etmək üçün mənim yanıma gəliblər. Şeyx dünyanı qoca arvad ifadəsi ilə bəyan eləyərdi. Bu da ərəb dilində olan İslam hədislərində əcuz kəlməsi kimi işlənmişdir. Şeyxin oğlu deyir: "Şeyxə çox məhəbbət göstərən ordu başçılarından biri mənə dedi: "Bilirsən sənin atanı nə üçün çox istəyirəm?" İlk dəfə onun huzuruna gələndə o otağın qapısının ağzında əyləşmişdi. Salam verdim, salamımı aldı və ayağa durmadan oturmaq üçün yer göstərdi. Mən də keçib oturdum. Bu zaman kör bir kişi gəlib çıxdı. Şeyx ayaq üstə qalxaraq onu ehtiramla qarşıladı, qucaqlayıb görüşdü və üzündən öpüb öz yanına oturtdu. Mən burada qəribə işlər gördüm və hər şeyi öz gözlərimlə müşahidə elədim. Axırda bu kör kişi yerindən qalxıb getmək istədi. Şeyx onun ayaqqabılarını cütləyib qabağına qoydu və ona 10 tümən pul da verdi. Lakin mən getmək istəyəndə əsla yerindən tərpənmədi və mənimlə oturduğu yerdəcə xudahafizləşdi. Səfər əxlaqı. Şeyx öz uzun, bərəkətli və nurani ömründə Məşədə, Kaşana, İsfahana, Mazandarana, Kermanşaha səfərlər eləmişdi. Xaricə isə yalnız İraqa, imamların qəbirlərini ziyarət eləmək məqsədi ilə getmişdi. Adətən öz dostları ilə birlikdə elədiyi bu səfərlərdə çox ibrətli xatirələr yadigar qalmışdır ki, bu kitabda onlardan yalnız səfər əxlaqına aid olanları qeyd eləyəcəyik. Şeyxin dostlarının dediyinə görə o çox gözəl səfər yoldaşı idi. Öz səfər yoldaşları ilə gözəl davranardı. Özü ilə şagirdləri arasında və müridləri arasında heç bir fərq qoymazdı. Əgər səfər üçün vəsaiti daşınmaq lazım olsaydı, o da daşıyar, öz payına düşən səfər xərclərini də özü verərdi.